Quran məclisi insanlar üçün bir fürsətdir ki, öz mənəviyyatını gücləndirsin, mənəviyyatında olan boşluqları aradan qaldırsın. Quran-ı Kərimdə bildiyiniz kimi 114 surənin bir surəsi Ər-Rahman surəsidir. O ki, əzizimiz dünyadan gedəndən sonra təşhid cənazə olurub və cənazanın önündə həmən Ər-Rahman surəsi tilavət olunur. Allahın nemətlərini bizə xatırladır həmən surə ki, Ər-Rahman surəsi. Həmən Ər-Rahman surəsinin ayələrin içinə nəzər yetirəndə Allah Müteal həmən Ər-Rahman surəsinin bir ayəsində buyurur ki, Bismillahirrahmanirrahim, Xalaqəl insana min salsalin kəlfəxxar. Sadaqallahul aliyyul azim. Buyurur ki, biz xəlq etdiyimiz ilk insan ki var idi, Adəm əleyhissalam, Havva salamun əleyha, xilqətin yaranışından həmən ayə bizə mesaj verir. Xalaqəl insana min salsalin kəlfəxxar. Ayə bizə belə bir mesaj verir, belə bir məlumat ötürür ki, deyir, ilk xəlq olunan insan torpaqdan xəlq olundu, quru gildən. Və həmən insan saxsı qabı kimidir. Ayə bizə mesaj verir, məlumat verir. Kəlfəxxar saxsı qabına deyərlər. Quran ərəb dilində nazil olduğu üçün ərəb dilinin həmən ayəsinin tərcüməsinə baxanda görür ki, kəlfəxxar ərəblər nəyə deyilir? Tərcümə məna baxımından saxsı qabına. Xəlq olunmuş insanı Allah saxsı qabına oxşadır, bənzədir. İndi burada bir incəlik var ki, demək bu ayədə bir sir var ki, Allah insanı saxsı qabına bənzədir. Allah boşu-boşuna bir şeyə nisbət verməz. Allahın bütün yaratdıqları, bütün dedikləri hikmət üzərindədir. Ağıl, düşüncə üzərindədir, məntiq üzərindədir. Və ayədən də görürük ki, Allah insanı saxsı qabına oxşadır, bənzərliyidir var. İndi gəlin özümüzə sual verək. Görək biz insanlar, misal üçün bu Quran məclisindən bu ayənin mənasını bilmək haqqımız var ya yoxdur. Yəni Quran məclisi isə ən azından bir ayənin mənasını özümüz üçün bilməli haqqımız çatır da. Quran məclisi olduğu üçün buraya gəlişimin məqsədi nədir? Yəni mənəvi baxımından azuqa qazanaq. Cismin qidası necə tamamdırsa, ruhun qidası da ilahi kəlamdır. Allah da Quranda buyurur ki, Kəlimətullahi hiyəl ulya. Ən gözəl, ən uca söz Allah sözüdür. Əgər üzr istəyirəm, məsələn, məclisdə danışılan insanların danışdığı kəlam, əgər Allah danışdığımız Allah kəlamından üstündürsə, bir olan Allah şahiddir, mən susuram, sizi dinləməyə hazıram. Və yaxud əksi, əgər mənim kənarda danışdığım, danışılan ilahi kəlamdan əsridirsə, aşağıdırsa gələ nə etməliyəm? Mən susmalıyam ki, ilahi kəlam danışmalıdır. Bu Allahın Quranda buyurduğu bizə bir, necə deyərlər, yoldur bizə göstərir. Deyir, Quran oxunanda, Quran tilavət olanda, yəni danışılanda, çatdırılanda, susun ki, bəlkə rəhm olundunuz. Deməli, susmaqlıqda da, Quranın danışılan müqabilində susmaqlıqda bizə nə var? Bizə fayda vardır. Haşiyədən çıxmayaq. Demək, ayə buyurur ki, Xalaqəl insana min salsalin kəlfəxxar, xəlq olunmuş insan, torpaqdan yaranmış insan, saxsı qabı kimidir. İndi dediyim kimi, özümüzə sual verək. Bizim haramız saxsı qabı ilə bir bənzərliyimiz var? Bizim hansı cəhətimiz, hansı nüansımız o saxsı qabı ki var, belə bizim o el dilimində, lori dilində piti qabı ki deyirlər ha. Belə ən azından ondan tanıyırıq da. Yemək adı ilə də tanımaqlı yenə yaddaşlarda qalır. Ən azından bu cürdə xatırlaya bilərik. Bu saxsı qabının bizi ilə nə əlaqəsi var? Nə oxşarlığımız var, nə bənzərliyimiz var? Niyə bunu axtarışına çıxırıq? Çünki Allah Quranda özü nə deyir? Deyir, sizin ki yaratmışam insanı torpaqdan, həmən insan saxsı qabı kimidir. Allah nisbət verir. İndi axtarışa çıxar görə bizim nə oxşarlığımız var? İslam alimləri, irfan alimləri, elm sahibləri bu ayənin
üzərində işləyiblər, çalışıblar, nəticə çıxarıblar ortalığa. Deyir, saxsı qabının özünə məxsus xüsusiyyəti var. Aleyküməssalam və rəhmətullah. Nə gözəl incəlikləri İslam dini və alimləri, onun zəhmət çəkənlər bir çınını aşılayır. Deyir, saxsı qabında bir neçə xüsusiyyət var ki, o insanda cəmlənib. Deyir, saxsı qabının özəlliklərindən biri budur ki, onun içinə bal tökülsə, bal, adı bu qida rasyonu ki var, bal arada istifadə edirik, imkanımız çatdığı müqabilində də həmişə istifadə edə bilmir. Allah hər kəsin ruzusun halaldan bir-birinə, sağlığına qismət eləsin inşallah. Deyir ki, o balı ki, saxsı qabına töksün, bir müddətdən sonra həmən saxsı qabının daxilində olan bal ixtiyarsız halda özün xaricə vurur. Onun təzahürü çöldə təcəlli eləyir. Çöldən zahirən bilinir ki, bu qabın içində bal var. Çünki saxsı qabının öz ixtiyarında deyil. Onun xüsusiyyəti budur ki, qəbul etdiyi, ağuşuna aldığı hər nədirsə, bir mərhələdən sonra özün zahirə vurur, çöldə bilinir. Və ya başqa bir dənə məsələ. Bizim cənub zonasında saxsı qabında şorabı hazırlanır. Elədir də. Bizim bu cənub bölgəmizdə daha çox şorabadan istifadə olunan bir bölgədir. Məsələn, digər bölgələrimizdə də var. Mən elə bilirəm ki, təkcə bizim bölgədir, amma bizdə də müəyyən faiz var. Deyir, həmən saxsı qabıya şorlanmış məhlullar qoyanda bir müddətdən sonra daxilində olan duzluq özün çölə vurur. Yəni, sözümdə naqislik olsa, yanlışlıq olsa buyura bilərsiniz. Həqiqətən belədir. Onun o daxilində olan o şorlanan məhlulun duzluğun şiddəti bir mərhələdən sonra özün çölə vurur. Görürsən, saxsı qabında ağartı baş verir, kənarlarında. Deyir, insanın ona görə bundan oxşarlığı var ki, çünki insanın da yaranışının bünövrəsi hardandır? Allah Adəm əleyhissalamı nədən xəlq elədi? Torpaqdan xəlq elədi. Həmən torpaqda olan ünsürlər, indi tibb alimləri də bunu araşdırıb ortalığa çıxarır ki, torpağın tərkibində olan bütün maddələr eynən insanın da tərkibində var. İnsanın tərkibində olan o fizioloji maddələr ki var, digər və s. və ilaxır, həmən eyni tərkibə məxsus olan insanın daxilində olan qüvvələr eynən torpağın tərkibində də var. Yaranış hara gedib çıxır? Torpaqdan xəlq olunmuş Adəm əleyhissalam. O bəziləri var, bilmirəm, Allah cəmiyyətimizdən uzaq edin, deyir ki, insan meymundan əmələ gəlir. Darwinin nəzəriyyəsinə görə. Hə, Allah canı salamatını kərbalı. Deyir, bir nəfər vardı, bu iddiada idi, bizim o dədə-babalarımızın dövründə olub. Səhv etmirəmsə, ruhani şəxslərdən biri olub. Görürük, bir nəfər bu iddiadadır. Deyir, yox, insanın əvvəli gedib, üzr istəyirəm, meymuna gedib çıxır. Qayıdıb deyir ki, sual eləyir həmən o şəxsə ki, qarşı tərəfə. Deyir, mənim iddiam budur ki, insanın əvvəli, insanın yaranışı meymundandır, üzr istəyirəm. Deyir, bu ruhani, bu savadlı kadr deyir ki, dillənmədi, əhəmiyyət vermədi. Bir dəfə, iki dəfə, üç dəfə, deyir, axır nəhayət qayıdıb dedi ki, bəsdir də meymun oğlu meymun. O qarşı tərəf tez reaksiya verir. Dedi, sən məni niyə təhqir edirsən? Dedi, elə sənin sözünü təsdiqlədim də. Sən demirsən, biz meymundan əmələ gəlmişik. Mən də sənin dədovun, əcdadovun sözün sənə dedim də, ay meymun oğlu meymun. Yəni, sən əgər o niyyətdəsən, o hədəfdəsənsə, elə sənə nə deyək, sənin tərifə uyğun olan bir söz sənə demişəm. Niyə sənə qızıq yaradır? Ya gərək təksib eləyəsən, sənə nisbəti yoxdur, üzr istəyirəm meymunun, ya da gərək insanlığı gərək axtarış eləyəsən, tapasan insanın əvvəli hardan gəlib və hara gedəcəkdir. Gəlir ayəmizə, haşiyyədən çıxmıyor. Ayədə dedik ki, insanın oxşarlığı var. İki xüsusiyyətini dedik. Saxsı qabın içinə bal töksən bir mərhələdən sonra özün xaricə vurar. İkinci xüsusiyyəti daxilinə şoraba məhlullarından qoysun, onun duzluğu bir müddət sonra özün xaricə biruzə verir, təcəlli eləyir. Deyir, eynən insan da bu cürdür. Daxilinə hansı şeyləri qəbul edərsə mənəviyyatına, bir mərhələdən sonra o həmən qəbul etdiyi dəyərli, belə deyək, meyyarlardırsa, faydalı qəbul etdiyi xüsusiyyətlərdirsə, onun əməllərində, rəftarında biruzə verəcək. Yəni, zahirə çıxacaq. Əgər yaxşı yolun yolçusursa, qəlbinə Allahı, Peyğəmbəri, sevdiklərini, insanlara məhəbbət,
cəmiyyətə məhəbbət, millətə məhəbbət, xalqa məhəbbət əgər yer alıbsa, aleyküməssalam və rəhmət, bir mərhələdən sonra özün biruzə verməlidir. Çünki niyə? Qəlbində yer verdiyi meyyar odur. Bəli, qəlbinə nəyə yer vermişdisə, o bir müddətdən sonra təcəllə edib çöldə özün biruzə verir. Ona görə Allah Quranda buyurdu ki, Ər-Rəhman surəsində insan saxsı qabı kimidir. Yəni, sən qəlbində nəyə yerləşdirəcəksənsə, bir mərhələdən sonra, bir müddətdən sonra onun təzahürü çöldə bilinməlidir. Ya danışığında bilinəcək, ya rəftarında bilinəcək, ya həyat tərzində bilinəcək. Sonra bu mövzu ilə bağlı bir əqli dəlillə stat gətirirlər ki, həqiqətən toxum gərək necə ki daxildən cücərir, bir mərhələdən sonra torpağın ağuşunda olur, görünmür. Amma yavaş-yavaş çiçəllənmə istəyəndə yerin altından, belə deyək, sürət götürür, gəlir, yavaş-yavaş çıxır zülmətdən nura. Deyir, insanın daxili də bu cürdür. Bir müddət öz, necə deyərlər, mənəviyyatın sağlam toxumlarla yetişdirir, bir mərhələdən sonra yavaş-yavaş cüzərməyə başlayır, inkişafa başlayır, tərəqqiyə başlayır. Həqiqətən də toxum əgər daxildən cüzərirsə, faydalı olur, həyat bəxş edir. Necə ki, toyuğun, belə deyək də, reallaşması ki var, həyat bacada saxladığımız o yeyinti rasyonlarından, yeyinti heyvanlara məxsus olan o toyuqca ki saxlayırıq, belə deyək, 20-22 gün öz hazırladığı yumurtaların üzərinə oturur və o vaxt gəlib çatanda yavaş-yavaş nə olur? Yumurtalarına hansı proses edir? Yavaş-yavaş həyat bəxş verir. Yumurtanın içində olan canlı varlıq, daxildən olan cücə, toyuq balası, belə deyək. Daxildə ola-ola dimdik vurur çölə. Yumurtanı çartladır. Və sonda nə olur? Bu hadisədən, bu prosesdən sonra ona bir həyat bəxş olunur. Yenə görürük ki, yenə görürük oxşarlıq var ki, həmən bu ayəyə, həqiqətən də toxum necə ki daxildən düzərməlidir, inkişaf etməlidir, eynən həmən o toyuq balası da yumurtanın içində o meyyar, o mərhələ gəlib çatanda yumurtanın içindən çölə bir dimdik vurur. Yavaş-yavaş başqa bir aləmə qədəm qoyur və neynir? Yaşamağa doğru, həyat yaşamağa doğru meyl edir, addım atır. Gərək insanın da daxilində olan o dəyərli xüsusiyyətlər, dəyərli meyyarlar sağlam gərək olsun ki, onun verdiyi fayda daha faydalı olsun. Allahdan istəyir ki, Allah Quran və Əhl-i-Beyt xatirinə qəlbimizdə olan müsbət faydaları özümüzlə yanaşı cəmiyyətə fayda verməlidir, hamımızı müvəffəq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.